Salam, hörmətli tələbələr. Bugünkü mövzumuz təxəyyül və yaradıcılıq, hisslər və emosiyalardır. Əvvəlcə təxəyyül və yaradıcılıq haqqında danışaq. Gördüyünüz kimi planda 3 əsas sual var, yarımbaşlıq qeyd olunub. Təxəyyül haqqında anlayış, təxəyyülün növləri, təxəyyül və yaradıcılıq. Təxəyyül haqqında anlayışa baxaq. Bildiyimiz kimi təfəkkür və təxəyyül arasında oxşar və fərqli cəhətlər vardır. Oxşar cəhət ondan ibarətdir ki, hər ikisində yeni obraz yaratmasıdır. Fərqli cəhət isə ondan ibarətdir ki, təfəkkürün ideya, təxəyyülün isə həmin ideyanın obraza keçməsi baş verir. Təxəyyül nədir sualını biz 3 əsas variantda cavablandıra bilərik. Birinci, təxəyyül tarixən mövcud olmuş, bizim qavradığımız obyektlərin sürətini yaratmağımızdır. İkinci, indi mövcud olan obyektlərin sürətini yaratmağımız. Üçüncü isə hər bir adam gələcəyin sürətini yaratmış olur. Yəni, heç bir zaman mövcud olmamış və mövcud olması mümkün olmayan obyektlərin sürətini yaratmaq. Təxəyyül nəyə deyilir? Bu sualı belə cavablandıra bilərik ki, keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni sürətlərin yaranmasından ibarət olan psixidrak prosesinə təxəyyül deyilir. Təxəyyül sürətlərini yaradanda biz bir sıra şişirtmələrdən də istifadə edirik. Kəmiyyət və keyfiyyət şişirtmələri. Hansı ki, keyfiyyət şişirtmələrində, məsələn, əjdaha ayın qabağını tutdu deyə bilərik. Kəmiyyət şişirtmələrində, məsələn, kiçiltmələrdən misal olaraq cırtdan bunu qeyd edə bilər ki, bu da kəmiyyət şişirtmələrinə aid edilir. Təxəyyül də digər psixi idrak prosesləri kimi xarici aləmin inikasıdır. Eyni zamanda təxəyyülün özünə məxsus bir sıra xüsusiyyətləri də vardır. Yəni, təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni sürətləri yaradır. Təxəyyülün növləri də var. Gördüyünüz kimi təxəyyülün 2 növü var. Passiv və bir də aktiv təxəyyül. Əvvəlcə gəlin passiv təxəyyülə baxaq. İnsan bəzən elə şeylər haqqında düşünür ki, fikirləşir ki, onları həyata keçirmir və yaxud da onları həyata keçirməsi qeyri-mümkün olur. Bu cür təxəyyülə passiv təxəyyül deyilir. Hansı ki, passiv təxəyyül özünün də 2 növü vardır. Xülya və xəyal. Xülya niyyətli olur. Xülya zamanı insan müxtəlif sürətlər yaradır, onu gözünün qarşısında canlandırıb ondan xoşallanır. Lakin onları həyata keçirməsi mümkün olmur. Xəyal isə niyyətsiz olur. Arzu olunan gələcəyin sürətlərini yaratırıq. Aktiv təxəyyül nədir? Aktiv təxəyyülün də gördüyünüz kimi 2 əsas növü var. Bərpa edici və bir də yaradıcı təxəyyül. Əvvəlcə gəlin baxaq, bərpa edici təxəyyül nədir? Obyektin hər hansı çertyoş, not, xəritə əsasında yaradılan sürətinə bərpa edici təxəyyül deyilir. Yaradıcı təxəyyül nədir? Fəaliyyətin orijinal və dəyərli məhsullarından reallaşdırılan yeni sürətlərin müstəqil şəkildə yaradılması və yaradıcı təxəyyül adlanır. Təxəyyül və yaradıcılıq. Yaradıcılıq nədir? Yaradıcılıq psixologiyeni 2 cəhətdən daha çox maraqlandırır. Birinci halda yeni sürətlərin yaradılması, bu daha çox prosesual bir xarakter daşıyır. İkinci halda isə təxəyyül yaradıcılıq prosesində bir qabiliyyət kimi formalaşır. Yəni, bu o deməkdir ki, şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərindən biri kimi yaranır. Psixologiyada yaradıcılıq prosesi müxtəlif istiqamətlərdə öyrənilir. Birinci istiqamət olaraq onu qeyd edə bilərik ki, bir sıra alimlərin, yazıçıların, bəstəkarların, rəssamların ayrı-ayrı əsərlərinin yaradılmasına aid olan fikirlərin öyrənilməsidir. İkinci istiqamət isə hər bir rəssam, yazıcı və bəstəkar müəyyən bir əsər üzərində işləyərkən müxtəlif istiqamətlərdə yaradıcılıq işləri aparır. Məsələn, misal olaraq qeyd edə bilərik ki, hər hansı bir bəstəkar müəyyən bir musiqini bir neçə variantda yazır. Digər mövzumuz hiss və emosiyalar haqqındadır. Burada da planda gördüyünüz kimi 4 əsas yarımbaşlıq var. Hisslərin psixoloji mahiyyəti, emosiyalar haqqında anlayış, emosional halətlər və bir də ali hisslər. Əvvəlcə gəlin hisslər haqqında danışaq. İnsan idrak prosesləri vasitəsilə bildiyimiz kimi ətraf aləmi öz beynində inikas, yəni əks etdirmiş olur. Hiss və emosiyalarının köməyi ilə isə onlara münasibət bildirmiş olur. Deməli, buradan belə bəlli olur ki, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət də bildiyimiz kimi şuurla bağlı olan bir psixi faktdır. Amma hiss və emosiyaları biz eyniləşdirə bilmərik. Bildiyimiz kimi emosiya hisslərin daha sadə forması, hisslər isə emosiyaların daha təkmil, daha belə deyək də təkmilləşmiş bir formasıdır. Hisslər insanın dərk etdiyi cisim və hadisələrə, digər insanlara, eyni zamanda özünün davranış və rəftarına, fikir və istəyinə, arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. İnsanın eyni zamanda hansı hisslər keçirməsi onun qan dövranında da daha aydın şəkildə təzahür edir.
Məsələn, deyək ki, insan utandığı zaman və yaxud da pərt olduğu zaman üzünün rəngi qızarır, qorxduğu zaman rəngi ağarır. Artıq buradan biz onun hansı hisslər keçirdiyini müəyyən edə bilirik. Bundan başqa eyni zamanda insanın nə kimi hisslər keçirməsini onun mimikasından, səsindən, yəni intonasiyasından, bədəninin ifadəli hərəkətlərindən, pantomimikasından da başa düşmək mümkündür. Gördüyünüz kimi hisslərin üç əsas funksiyası var: siqnal, tənzim etmə və bir də kommunikativ funksiya. Hansı ki, siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının bizim həyatımız üçün daha faydalı, hansının isə bizim həyatımız üçün daha təhlükəli olduğunu dərk etmiş oluruq. İkinci funksiya tənzim etmə funksiyasıdır. Hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən bir istiqamətə yönləndirmiş olur ki, bu hisslərin tənzim etmə funksiyası ilə birbaşa bağlıdır. Hisslərin kommunikativ funksiyasına gəldikdə isə insanın keçirdiyi hisslər əvvəldə də qeyd etdiyimiz kimi onun mimikasında, səsində, intonasiyasında, tənəffüs ahəngində və s. etmiş olur. Bu da hisslərin kommunikativ funksiyasını əks etdirir. Emosiyalar haqqında anlayış. Sizə də qeyd etdik ki, biz hiss və emosiyaları eyniləşdirə bilmərik. Emosiya insanın üzvü tələbatlarının təmin olunub olunmaması ilə əlaqədardır. Emosiyalar insan təcrübəsinin hissi fundamentini təşkil etmiş olur. Emosiya nədir sualı elmdə müxtəlif şəkildə cavablandırılmışdır. Müxtəlif müəlliflər bu sualı müxtəlif şəkildə cavablandırırlar. Bunlardan biri Jamesdir ki, o emosiyanı hiss etməyə cəhd müəyyənləşdirmişdir. Anoxuna görə isə emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdir və eyni zamanda insanın bütün hiss və yaşantılarını əhatə etmiş olur. Rubinstein emosiyaları subyektin vəziyyətinin ya obyektə münasibətinin təzahürü kimi dəyərləndirmişdir. Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək biz belə bir nəticəyə gələ bilərik ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və yaxud da kiməsə münasibəti ilə əlaqədar olaraq keçirmiş olduğu hiss və yaşantılardır. Emosiyalara aid bir sıra tədqiqatlar da aparılmışdır, hansı ki, emosiyalara aid tədqiqatlarda ekspresiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilmişdir. Bundan əlavə olaraq emosiyaların başlıca ifadə vasitələri də vardır. Bura biz nitq, mimika, pantomimika, gestikulyasiya və vokalizasiyanı qeyd edə bilərik. Spergin təqdim etdiyi mimik ifadələr şkalasına baxaq. Gördüyünüz kimi bu şkalada 6 əsas emosiya qeyd olunmuşdur. Yəni kateqoriya var. Hansılardır? Baxaq. Birinci məhəbbət, sevinc, xoşbəxtlik hissi. İkinci təəccüb. Üçüncü istirab. Dördüncü qorxu. 5 qətiyyət və qəzəb. 6 isə ikrah hissi. Emosiya daha sadə hiss olub, əsasən üzvü tələbatların, məsələn, yeməyə olan ehtiyacımız, təmiz havaya olan, suya olan və s. ehtiyaclarımızın ödənilməsi ilə əlaqədardır. Məhz bu cəhəti nəzərə alaraq biz qeyd edə bilərik ki, emosiyalar eyni zamanda heyvanlarda da mövcuddur. Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalar olmaqla da iki qrupa ayırıblar. Bunlardan Ekman ilkin emosiyanın 6 əsas növünü qeyd etmişdir. Qəzəb, qorxu, ikrah, təəccüb, kədər və sevinc. Plutchkin təsnifatına baxaq, o 4 cüt emosiyanın və hər cütü müəyyən hərəkətlərlə əlaqələndirmişdir. Qəzəb, hücum, dağıdıcılıq, ona qarşılıq olaraq qorxu hissini göstərmişdir. Bəyənmə, təqdir qəbul etmə, ona qarşılıq olaraq ikrah hissini qeyd etmişdir, yəni rədd etmə. Sevinc, canlandırma, əks etmə, ona qarşılıq olaraq məyusluq, yəni hüzün, məhrum olmanı qeyd etmişdir. Gözləmə, tədqiq etmə, ona qarşılıq olaraq təəccüb və istiqamətlənməni qeyd etmişdir. Bundan əlavə, iz ardında müəyyən etdiyi 10 əsas təməl emosiyası var. Bunlar hansılardır? Gördüyünüz kimi qəzəb, ikrah, nifrət, dərd, istirab, qorxu, günah, maraq, sevinc, utanma və bir də təəccüb. Keçirik digər sualımıza, emosional halətlər. Bunlara emosional hallar və yaxud da emosional proseslər də deyə bilərik. Bildiyiniz kimi emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə həyata keçirilə bilər. Hansı ki, bunlara insanın emosional halətləri deyilir. Emosional proseslərimizə nələr daxildir? Əhvallar, affektlər, stres və bir də frustrasiya. Emosiyaların funksiyası məsələsinə gəldikdə isə bir çox müəlliflər tərəfindən
əsas tədqiqat obyekti kimi ayrılmışdır. Bunlardan Villionas emosiyaların aşağıdakı funksiyalarını qeyd etmişdir. Bunlar hansılardır? Gördüyünüz kimi qiymət 5 əsas funksiya göstərilib. Qiymətləndirmə, təhrik etmə, buna başqa cür motivləşdirmə də deyə bilərik. Tənzim etmə, başqa cür təşkil etmə və dizorqanizasiya, pozma da deyə bilərik. Dördüncü möhkəmləndirmə, yəni tormozlama. Beşinci isə sezmə, yəni buna qabaqlama, evresiv funksiyada deyə bilərik. Emosional proseslərimizə baxaq. Əvvəldə də qeyd etdik. Əhvallar, affektlər, ehtiras, təəccüb, stres və bir də frustrasiya. Əvvəlcə gəlin baxaq əhvallara. Əhval nədir? Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Məsələn, deyək ki, səhər eşitdiyimiz xoş bir xəbər günün sonuna qədər bizim əhvalımızı gümrah, şən, xoş tuta bilir. Affekt nədir? Sürətlə yaranan, qüvvətli olan, coşqun sürətlə əmələ gələn, tez də keçib gedən bir emosional haldır. Hansı ki, affekt vəziyyətində insan keçirdiyi qorxu, hiddət, qəzəb və sair hissləri güclü şəkildə qapılır. Ehtiras nədir? Qüvvətli, uzun müddətli və dərin bir hissdir. Ehtiras insanın şuurunun daxili qüvvələrinin cəmləşməsində müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır. Yəni, ehtiras zamanı insan hər hansı bir obyektə və subyektə qarşı maraq göstərmiş olur. Təəccüb nədir? Təəccüb qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adaptasiyaya mane ola biləcək aktivliyini saxlayır. Stres də emosional halətlərimizə, proseslərimizə aid edilir. Stres nədir? İnsanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki və zehni işlər görərkən, eyni zamanda təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirmiş olduğu psixik vəziyyətdir. Frustrasiya nədir? Frustrasiya da bizim emosional halətlərimizə aid edilir. İnsanın düşdüyü psixi vəziyyət formasıdır. Yəni, insanın öz məqsədinə çatması yolunda rastlaşdığı maneədən düşdüyü pis vəziyyətdir. İlyan da frustrasiyon emosiyalar kateqoriyasını ayırır və onlara incikliyi, məyusluğu, qəzəbi, təcavüzü, kədəri, sıxıntını, dərdi və depressiyanı aid edir. Hansı ki, bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir göstərə bilir. Bəziləri deyək ki, insana məqsədə çatmağa təhrik etmiş olur, yəni istiqamətləndirir, motivinin qüvvəsini daha da artırmış olur. Digərləri isə əksinə onu demobilizə edir, konflikt situasiyadan uzaqlaşmağa və fəaliyyətdən bütünlüklə imtina etməyə istiqamətləndirmiş olur. Növbəti sualımız ali hisslərdir. Ali hisslər sosial amillərin təsiri ilə formalaşıb inkişaf edir. Hansı ki, insanın sosial gerçəkliyə münasibəti onun keçirdiyi mürəkkəb hisslərdə əks olunmuş olur. Təbiət hadisələri, cəmiyyət, əxlaq normaları, insanlar, millətlər, qanunlar və gözəlliklər insanın ali hisslərinin əsas obyektini təşkil edir. Bu hisslər şəxsiyyətin inkişafı, dünya görüşü, biliyi, bacarığı, inamı, əqidəsi ilə bağlı olduğundan subyektiv xarakter daşıyır. Ali hisslər şəxsiyyətin formalaşması prosesində mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir. Məsələn, vətənpərvərlik hissi, inam, dostluq və s. qeyd edə bilərik. Sadə hisslər isə bütün canlı orqanizmlərin, eyni zamanda insanların üzvü tələbatlarının təmin olunması ilə əlaqədar olaraq yarana bilir. Əxlaqi hissləri başqa cür mənəvi dünya görüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı insanlar, kiçik qruplar, kollektivlər, idarə və təşkilatlar, ictimai hadisələr insanın özü və keçirdiyi hissləri ola bilər. Deməli, buradan belə bəlli olur ki, əxlaqi hisslər müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəklik hadisələrinin qavranması zamanı insanın keçirmiş olduğu hisslərdir. Növbəti ali hisslərimizə intellektual və yaxud da başqa cürlə zehni hisslər də deyə bilərik ki, onlar aid edilir. İnsanın zehni, yəni idrak fəaliyyəti əlaqəli şəkildə əmələ gəlmiş olur, həmin bu zehni hisslər. Bu cür hisslər insanı ətraf aləmin sirlərini, eyni zamanda başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə kömək edir. Belə deyək də istiqamətləndirmiş olur. Hansı ki, intellektual hisslərə maraq, inam, səbir, vəhm, heyrət, yenilik, yəqinlik, şübhə və s. kimi hissləri biz intellektual hisslərə aid edə bilərik. Digər ali hisslərimiz estetik hisslərdir. İnsanın estetik hisslərinin obyekti ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri,
İnsan yaradıcılığının bədii məhsulları, musiqi, başqa insanların, eyni zamanda şəxsin özünün davranış və rəftarı ola bilər. Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasını aktivləşdirir. Bildiyimiz kimi biz hissləri həm stenik, həm də astenik funksiyalara növlərə ayıra bilərik ki, hansı ki, astenik insanın fəaliyyətini zəiflədir, stenik hisslər isə insanın fəaliyyətini daha da aktivləşdirir və daha da günbahlaşdırmış olur. Digər ali hisslər praksis hisslərdir. Praksis hisslər nədir? İnsanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də eyni zamanda mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. Və beləliklə də fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Mövzumuz bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.